Gelmek seyyar müebbet cemidir görkem görkem ince güzel nazik gelir görkemidir ayam ben sen için ve senin için keçirem canımdan bu sözüm sevgili yar sözlerimin ölmek kemidir yar 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 amanım yar 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 amanım Canəli Əkbərov atası, tanınmış el sənətkarı Xanəli kişi ilə bağlı xatirələrini ən xoşbəxt anları kimi hər zaman yad edir. Xanəli kişi el-obanın xeyirxah ağsaqqalı kimi xeyirdə, şərdə yaxından iştirak edər, gözəl səsi ilə insanların qəlbini ümid işığı ilə doldurardı. Sonralar Canəli Əkbərov bu gözəl səsi belə xatırlayır. Atamın çox təravətli, məzmunlu səsi vardı. Mən də atamı bir ustad kimi axıra qədər dinləmiş və öyrənmişəm. Atamın oxuduğu seygah, çargah, şur, mahur sədaları altında pərvazlanmışam. Aman aman Lənkəranın Tükəvilə kəndi. Bu kənddə dünyaya göz açan Canəli Əkbərov əsrarəngiz təbiət lövhələri və musiqi sədalarının sehri ilə böyüyüb. İlk təhsilini bu kənd məktəbində almış sənətkar, doğma el obasına hər gəlişində mütləq məktəbə baş çəkir, sevimli müəllimlərini yad edir. Ay